Diradan deməli say sistemləri 2.5-i izahının 50 dərsə izah etmişəm və 51-ciyə baxırıq. Ən böyük ədədi müəyyən edin. Ən böyük ədəd burada tapmaq üçün bunları mütləq onluq say sisteminə çevirməliyik. Məsələn, 121 8-lik say sistemindədir. 121 8-likdədir. Bunu onluğa çevirmək üçün açıq yazışdan istifadə edirdik. Deməli, bu 1 vurulsun 8-in kvadratı. Elə buramı yazıram, birbaşa yazıram. Deməli, 64 üstəgəl 2 vurulsun 8 üstü 1 edir 16. Üstəgəl 1 vurulsun 8 üstü 0 1 edir. Bu da eləyir, deməli, 70, 80, 81. Bu 81-dir. Deməli, bax, buradan. Bu 81-dir. Sonra buradan deməli bunun üzərində eləyəcəm. 1, 2, 4, 8, 16, 32. Deməli buradan 32 üstəgəl 16, üstəgəl 4, üstəgəl 1. Toplayanda deməli 40, 48, 52, 53. Bu da edir 53. Bura 53. 53. Burada deməli elə onluq say sistemində 111-də olduğu kimi qalır. Burada 28 16-lıq say sistemindədir. 16-lıq say sistemindən də keçirmək üçün onluğa yenə açıq yazılır. 0 1 2 vurulsun 16 üstü 1 eləyir deməli 32. Üstəgəl 8 vurulsun 16 üstü 0 edir 8. Bu da edir 40. Demək bu da 40-dır. Y variantında da 5 F 16-dır. Deməli, burada da açıq yazışdan istifadə edəcək. 5 vurulsun 16 üstü 1. 5 vurulsun 16 üstəgəl. F də 15-dir. 15 vurulsun 16 üstü 0 ilə 15 edir. 5-i 16-ya vuranda 3, 5, 80. Üstəgəl 15. Deməli, 95. Bu da 95. Demək, bunların içərisində elə ən böyük onluq say sistemində olan 111 ədədi imiş. 51-ci sualda C variantı. Cüt ədədini müəyyən edin. İkili say sistemində cüt ədəd normalda onluq say sistemindəki də cüt ədəd kimi, yəni sonu 0 ilə bitirsə, bu cüt ədəddir. 1 ilə bitənlər təkdir. Yenə burada da cüt ədədləri deyir. Burada da Y variantı, sonu daha doğrusu B variantı. Dəqiqə. Səhv gördüm. Aha. Bu da sonu 0 ilə bitir. 54 hesablayın deyir. Burada onluq say sistemindən 8-lik say sistemini çıxıb. Bunu deməli ikincisini onluq say sistemində çevirib 20-dən həmin ədədi çıxmaq və yaxud da elə deməli bu onluğu çevirib 8-ə 8-likdə çıxmaq olar. Sizin üçün daha rahat olan onluq olduğu üçün 23 çeviririk deməli onluğa 0 1. Bərabərdir 2 vurulsun 8 üstü 1 eləyir 16. Üstəgəl 3 vurulsun 8 üstü 0 3. Bu da edir 19. 20-dən çıxırıq 19-unu, o da qalır 1. Bu da B variantı. Hesablayın. İkili say sistemində, 8-lik say sistemində nəticəni onluq say sistemində istəyir bizdən. Ona görə bunları çevirəcəyik onluğa. 1, 2, 4, 8. Bunların hamısı 1-dir. Ona görə də hamısı bunları toplayanda 15 edir. Bu deməli 15-dir. 15 üstəgəl 8-likdə 7-dir. 7 elə onluqda da 7-dir. Ona görə üzərinə 7 gəlirəm. 15-in üstünə 7 də gələndə edir deməli 22. 22 Y variantı. 56 auditoriyada deməli dəqiqə. Auditoriyada bu sayda oğlan, bu sayda qız var. Onlar say sistemində, onluq say sistemində qızların sayı oğlanların sayından nə qədər çoxdur? Bunları deməli onluq say sisteminə çevirməliyik. 1, 2, 4, 8, 16, 32. 32-dən 4 eləyir, deməli 36, üstünə 2 gəndə 38, 1 gəndə 39. Deməli auditoriyada 39 oğlan var. 39 oğlan var. Oğlan. Sonra burada isə 1, 2, 4, 8, 16, 32. 16 ilə 32-ni cəmləyəndə edir 48. Üstünə də 1-ci gəndə 49. Deməli 49 dənə də nə var? Qız var. Onluq say sistemində qızların sayı oğlanların sayından nə qədər çoxdur deyir. 49-dan çıxacağıq 39-unu, bərabərdir 10. 10 nəfər çoxdur.
57 de sinifdə bu qədər sayda qız, bu qədər sayda oğlan onluq say sistemi sinifdə neçə şagird olduğunu deməli tapın. 1, 2, 4, 8 bu edir 15. Deməli 15 qız var. Burada 1, 2, 4, 8, 4 ilə 8-i cəmləyəndə 12. 12 dənə də oğlan var. Burada deyil ünlü say sistemi neçə dənə sinifdə neçə şagird var? 15-in üzərinə gəlirik 12-sini. O da edir 27. D variantı 27. 58, 529, 10 ədədi. İkili say sistemində deməli ifadə edin. Bunu sizə keçən dəfə də demişdim. Bunu bölərək də ifadə edə bilərsiniz və yaxud da 2-nin qüvvətlərindən istifadə edib də eləyə bilərsiniz. 529 512-yə yaxındır. 512 də 2 üstü 9'dur. 2 üstü 9 1 yanında 9 dənə 0 demək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İndi buradan 529 almalıyım mən. Bu 512'dir. 12 üstünə neçə gələndə 29 edir. Baxırıq deməli. 5, 1, 15 gəlməliyəm mən üstünə. 15 yox. Neçə? 17. 17 gəlməliyəm üstünə. 17 gəlməyim üçün də bax burada 1, 2, 4, 8, 16, 32, deməli 64, 128, 256. Aha, deməli bu 512 1-dir, hə, düzdür. Sonra məsələn 8 gələndə üstünə eləyir 520. Sonra 4 gələndə eləyir 524, 25, 26, 27. O demək bu olmur. Ona görə də 16 gəlirəm. 512-nin üstünə 16 gəlirəm. Eləyir 528. Və bu 16-nı da 1 edəcəm. 512 üstə gəl 16 bərabərdir edir 528. Deməli daha doğrusu 527. 28. Allah. 528. Sonra mənə nə lazımdır? Bir dənə 1 lazımdır. 29 olsun. Ona görə də bu 1 axırıncı biri də 0-ı da 1 edirəm. Bax, bundan silim edim. Bura 1'dir. Burada 1 oldu. Aha. Deməli 1, 1, 1. Buralar 1 oldu. Deməli nə idi? Hansıdır? C variantına uyğun gəlir. Belə. 59'da. Qoy yeni bir səhifə açım. 59'da ikili ədəddir, 8'lik, 10'luqdur. Bunları cəmini 8'likdə ifadə edin. Elə biz deməli bunları 8-liyə çevirsək, məsələn bax bunu 8-liyə çevirsəm, bu 8-likdə hansı ədəddir? 7 ədədidir. 3 dənə 1, 7 ədəd edir. Biz qayda var idi 4-2-1 qaydası ilə. Deməli hamısı 1'dirsə, demək ki bu 7'dir. Demək bu 7 ədədidir. 7. 8-likdə 7. Üstə gəl 22. Üstə gəl 34'ü də 8'liyə çevirəndə nə edirdik? 34'ü bölürdüm 8'ə. Bu düşür 4 dəfə 32, 2 qalır. Yəni 42. Demək üstə gəl 42. Yəni belə götürülür 42. Üstə gəl 42. 8'likdədir hamısı. Deməli baxıram toplayıram. Alt-alta toplayıram. 22'nin üstünə 7 gələndə 2'nin üstünə 7 gəlirəm edir 9. 8'lik say sistemi 9 yoxdur. 9'dan çıxıram 8'ini edir 1. 1, bir də yadda qalırdı. 2, bir də yadda 3. O da qabağa gəlir. 31 edir. Sonra 31'in də üstünə 42'sini gəlirəm. 42. 1'in üstünə 2'sini gəlirəm. 3, 8'lik say sistemində 3 var. Ona görə yazıram. 3'ün üstünə 4'ün 7 ilə 8'lik say sistemində 7 var. Ona görə 73 8'lik say sistemində. D variantı. 60'da x-lik say sistemidir. Alfadasının doğru olduğu say sistemi müəyyən edin. Deyir, doğru olduğu say sistemini müəyyən edin. Bu hansı say sistemi ola bilər? Yaxşı, baxaq. 12, deməli vurulsun 13. Belə də tapmaq olar. Deyək ki, 2 üçün 6 eləyir. 6 yazılmıyor ama 1 yazılıbdır. Məsələn, 6'dan neçəsini çıxanda 1 eləyir 5. 5'in çıxanda 1 edir məsələn. Bax, bu axırı 1'dir. Elə axırdan tapıram, bilirəm ki, buna sonu onsuz da 1 düşəcək. Bu demək 3'ü 2'yə vuranda 6 eləyir, amma 6 yazılmadığına görə 6'dan nəyin çıxanda 1 eləyir? 5'in çıxanda. Ona görə belə tapıram ki, bu elə 5'lik say sistemidir. 60'da da C'dir. Sonra 61 baxırıq.
Burada deməli ikilik say sistemi, 16-lıq say sistemi o cavabı 8-likdə istəyir. Buradan deməli baxaq. Bir dəqiqə. Bunları çevirək. Hansına? Elə 8-liyə çevirək, toplayaq. İkisini də daha rahat olar. Məsələn, baxaq. Deməli, bax burada bunu 8-liyə çevirəndə belə bölürəm. 3, 3, 1, 1, 2, 4. 1, 2, 4. 1, 2, 4. 1, 2, 4 yazdıq. Burada 2 ilə 4, 6. Bu da hamısı bir yerdə hesablayanda 1 olduğu üçün 7. 6, 7. Yəni 67. 8-likdə 67-dir. Aha, bu ədəd. Sonra AB-ni 16-lığı çevirirəm 8-ə. 16-lığı deməli nədir? 8-liyə çevirəndə biz deyirdik ki, birinci bunu 2-liyə çevirməliyik. 8, 4, 2, 1. 2-liyə çevirəndə A neçədir? 10-dur. Ona mənə lazımdır 8 ilə 1. Daha doğrusu 2, 1 olur. Yəni 1, 0, 1, 0. Aha, burada yazıram 1, 0, 1, 0. B də 11-dir. 11 almağım üçün mənə lazımdır 8, 2, bir də 1. 1, 0, 1, 1. Burada qabağında yazıram 1, 0, 1, 1. Aha, 2-liyə çevirdim. Sonra bunu 8-liyə çevirmək üçün yenə bölürəm 3, 3. Çatışmaya da 0 qoyuruq. Deməli 1, 2, 4 yazsam burada 2 ilə 1-i toplayıram 3 edir. 1, 2, 4, 1 ilə 4-ü toplayıram 5. 1, 2, 4, bu da eləyir 2. 253. Deməli 67-nin də üstünə gəlirəm 253-ü. Çünki 8-likdə, hani, hədaydı o. Hə, burada 8-likdə soruşur cəmi. 7-nin üstünə 3-ün gəlirəm 10 edir. 10 8-likdə olmadığı üçün nə edirik? 10-dan 8-ini çıxırıq. 2 qalır. Bura 2 düşür. Elə buradan da bilinir ki, D variantıdır əslində. Davam eləyək. 6-nın üstünə, demə, bir də yadda. 6-nın üstünə 5 gəlir, edir 14. Bir də yadda 15. Deməli, 15 8-likdə olmadığı üçün 15-dən çıxıram 8-ini. 7. Demək ki, bura 7 düşür. Bir dəqiqə 7 düşməməlidir. 6-nın üstünə 5-in gələndə 14. 14 eləyir. Bir də yadda 15. 15-dən də 8-in çıxanda 7 edir. Harada səhvlik var? Bir dəqiqə baxım. Hə, uşaqlar, burada mən diqqətsizlik səhv eləmişəm. 6-nın üstünə 5-in gələndə 11 edir. Bir də yadda 12. 12-dən çıxanda 8-i nə edir? Deməli 4, bir yadda yazırıq 4, bir yadda 2, bir də yadda 3. 342. D variantı. 62 hesablayın. Deməli burada 16 say sistemidir. Çıxıb 10-luq say sistemində 22-ni 24-ə vurub 10-luq say sistemində ifadə edildi. 10-luq say sisteminə çevirək A, F-i. Deməli A, F 10-luq say sisteminə çevirək. 0, 1. Bərabərdir. A neçədir? 10-dur. 10 vurulsun 6 üstü 1. 10 vurulsun 16 üstü 1. Üstəgəl F 15-dir. 15 vurulsun 16 üstü 0 yazmıram da. Bərabərdir. 10-u 16-ya 160. 160-ın üstünə 15-ini 175. Deməli bu 175-dir. Sonra burada 2 qalır. 24 8-likdədir. Bunu da çeviririk biz 10-luğa. 0, 1. 2 vurulsun 8 üstü 1, 16. Üstəgələk 4 bərabərdir 20. Bu da deməli 20-dir. 2-ni 20-yə vuranda birinci bilirsiniz ki, vurma əməli yerinə yetirir. 2-ni 20-yə vuranda 40 eləyir. Yəni buradan aldığım qiymət 40-dır. Burada da 175-dir. 175-dən də 40-ın çıxanda elə 100, deməli 35. O da D variantında. 63-cü sualda ikili ədəddir, 8-li ədəddir. Cəmini ikili say sistemində ifadə edin. Bu olduğu kimi qala bilər. 135-i ikiliyə çevirmək üçün deməli 4-2-1 qaydası var idi. 4-2-1 qaydasından bir dəqiqə. 4-2-1 qaydasından istifadə edərək 135-i çevirirəm. 135, 135. 1-i yazmaq üçün mənə lazımdır 0, 0, 1. 3-ü yazmaq üçün 0, 1, 1. 5 də 1, 0, 1. Buna birləşdirirəm 0, 0, 1. 0, 1, 1. 1, 0, 1.
birləşdirdik. Bununla bu ikilikdədir. Deməli, burada da ikilik var idi. Bunları ədədlərin cəmini deyir, topla. Deməli, 1, 2, 3, 4, 5, 6 dənə rəqəm olmalıdır. 1, 2, 3, 4, 5, 6. Yəni, buradan 16-na yazacağım. 1, 1, 0, 1, 1, 1. Deməli, bu 1-in üstünə 1-in cəmdə 2, 2-dən 2-sini 0, 1 yadda. Deməli, 0-ın üstünə 1-in 1, bir də yadda. 2, 2-dən 2-sini çıxanda 0, 1 yadda. 1-in üstünə 1-ini 2, bir də yaddaydı 3. 3-dən 2-sini çıxanda 1, 1 yadda. 1, bir də yadda 2, 2-dən 2-ni çıxanda 0, 1 yadda. 1-in üstünə 1-ini 2, bir də yadda 3. 3-dən 2-sini çıxanda 0, daha doğrusu 1, 1 yadda. 0-ın üstünə 1-ini gələndə, deməli, 1, bir də yadda 2, 2-dən 2-sini 0, 1 yadda. 1, bir də yaddaydı 2, 2-dən 2-sini çıxanda 0, 1 yadda və 1 gəlir qabağa. Deməli, burada baxıram ki, 1, 2, 0, 1, 0 və 1, 0, 0. O da D variantına aiddir. 64-cü sualda küllü ədəd, 8-lik və 16 ədədlərin cəmini onluq sayı sistemində ifadə edin. Bunu onluğa elə belə üstündə keçdirəm. Axşam yorğunluğu. 0, 1, 2. Deməli, burada neçədir? 2-dir. 64-də deməli, 64-ü yazırıq. Dəqiqə. Birinci, deməli, rəqəm 2-dir. Üstəgəl 5 8-likdə 5-dir, onluqda da 5-dir. Ona görə 5 yazıram. Üstəgəl A da onluqda 10-dur. Deməli, nə edirik? 15, bir də 17. Burada deməli B variantı. 65, 73-dür, 51-dir, 144-dür. Bu 8-likdir. Elə bilirəm, hə. Doğru olduğu say sisteminin əsasını müəyyən edin. 3-ün üstünə 1-in 4, 7-in üstünə 1-ini, 5-ini 12 edir. Yəni 8-likdə bu olmur. Ona görə də bunu tapmalıyıq, hesablayaraq tapmalıyıq. Demək, bura yazıram. Bu neçənci oldu? Bu 65. Deməli, 73. İkislik say sistemində üstəgəl 51. İkislik bərabərdir 144. 8-likdədir. Açıq yazılışla 7, 0, 1, 0, 1, 0, 1, 2. 7 vursun küstü 1, 7, 2, üstəgəl 3 vursun küstü 0, 3. Üstəgəl 5 vursun küstü 1, 5, 2. Üstəgəl 1 vursun küstü 0, 1. Bərabərdir. 1 vursun 8-in kvadratı 64. Üstəgəl 4 vursun 8 üstü 1, 32. Üstəgəl 4 vursun 8 üstü 0, 4. Buradan deməli x-ləri tapırıq. 7-in üstünə 5 gəlirik. Edir 12, 2. 3 ilə 1 toplayırıq 4 bərabərdir. Bu tərəfdə də deməli 60, belə 4-lər gedir buradan onsuz da. 4 buradan. Yaxşı, belə açıq yazaq. 64 üstəgəl 32 üstəgəl 4. 12, 2, 4 bu tərəfə gedəndə 4-ləri ixtisar edirik. Buradan qalır, deməli, 64-ün üstünə 32-sini eləyir 96. Bu ikisidir. 96. X bərabərdir 96-nı bölürük 12-yə. 96-nı 12-yə böləndə, deməli, neçə dəfə düşür? 8. Bir yadda 8. Bir dəqiqə 96-nı 12-yə. Görüm 8 düşürmü? Hə, 96 düzdür. Deməli, o 2 olur 8. Deməli, 2 8-lik say sistemində yazılıbmış. Yəni, 8-lik say sistemində imiş. Əsasını müəyyən deyil, vəssalam, 8-dir. 66, belə, bütün, deməli, əməllər var və bunlardan 8 var, 10 var, 2 var, 16 var. Bunları hamısını onluğa çevirməliyik. Yeni səhifə açım. Altmış altı.
Deməli, baxaq, burada 4 elə onluqdadır. Yaxşı, buradan qalsın 4 vurulsun. 23 8-likdədir. 23-ü 8-likdən çevirirəm onluğa 0, 1. 2 vurulsun 8 üstü 1, 16 eləyir. Üstünə 3-ün gəlirəm, o da edir 19. 4 vurulsun 19. Aha, bura 19-dur, 19-a vurduq. Sonra çıxaq. 26 onluqdadır. Elə 26 qalsın. Bölək. Bu da ikilikdədir. 1, 2, 4, 8. 4-dən 2, 8, 12. Bir də burada 13. Bu da 13. 13'dür. Üstə gəl. 1D, 1D 16. Bunu da çevirək. Deməli, onluğa 0, 1. 1 vursun 16 üstü 1 elə 16 üstə gəl. D vursun 16 üstü 1 D də. Deməli 13'dür. 13 elə olduğu kimi qalır. 16'ın üstü 13'ün gələndə 29. Üstə gəl 29 bərabərdir. 4'ü 19'a vururuq. 4'ü 19'a vuranda deməli 4, 9, 36, 3 yadda, 4, 1, 3 yadda, 7, 76 çıxaq. 26'ın da 13'ə böləndə 2 edir. Çıxaq 2. Üstə gəl 29. Bərabərdir. Deməli 76'dan 2'sini çıxanda 74. Üstə gəl 29. Bərabərdir. Bu edir. Deməli 90. 103. 103. Aha. 103 onluqda. Bu da hansı variant? A variantıdır. 66 A. 67'də yenə eyni sualdır. Sual tipidir. Burada deməli bunu da keçirməliyik. Onluğa 67. Hamısının onluqda soruşuram. A, burada yazıram aşağıda. A, F. A, F 16'lıqda. 0, 1. A 10'du. 10'u 16'ya vuranda eləyir 160. Üstə gəl. F'də 15'dir. Üstə gəl 15. Bərabərdir. Buradan eləyir neçə? 175. Deməli, aha 175'dir birincisi. Çıxaq. 2 elə onluqdadır. Ona görə 2 olduğu kimi qalır. Vurulsun. 24'ü çeviririk. Deməli, 8'likdən onluğa 0, 1. 2 vurulsun 6 üstü 1. 2 vurulsun 8 üstü 1. Eləyir 16. Üstə gəl 4. O da edir 20. Aha. Deməli, vuraq 20. Məsələn. 2'nin 20'yə edir 40. 175'dən 40'ını çıxırıq. 135 qalır. Bu da A variantı. Belə. Altmış səkkiz. İkili say sistemində ən böyük 17 rəqəmlədədir. 16'lıq say sisteminə çevirdikdə alınan ədəddə olan eyni simvolların sayını tapın. 17 rəqəmli ədəd deyir ikili say sistemində. Yəni 17 dənə rəqəmi var. Deyək ki, bax, bir yanında da 16 0 yazsam, misal üçün də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. 17 rəqəmli ədəd edir. Deyir 16 say sistemində çevirdikdə alınan ədəddə olan eyni simvolların sayını tapın. Burada deməli eyni simvolların sayını. Hə, burada 1 də ola bilər, 0 da ola bilər. 0 da ola bilər. Deməli, baxaq. Buradan bölsəm əgər 4, 4. Bax, 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. Aha. 0, 0 deyək ki. Və bu məsəl üçün 1 də ola bilər, 0 da ola bilər hamısı. Fərqi yoxdur. Burada 1, 2, 3. Bunu düz ayırmışam, görsən. Düzdür, hə. 0, bu da 1, 2, 2'dir. Deməli, bunu belə hesablasam, burada ən çoxu belə, bax, buradan hamısı 0 olsa və yaxud da hamısı 1 olsa, eyni simvolların sayı 4 dənə olar. Yəni 4 dənə eyni simvol olar burada. Ən çoxu da belə deyək, ən çoxu 4 dənə ola bilər. Burada ən böyük, hə, ən böyük deyir. İkili say sistemində ən böyük. Elə burada bunu fikir verməmişəm. Yəni ən böyük deyirsə, demək buna hamısı 1 olmalı idi.
və ən böyük deyil, 1 olmalıydı. Fərqi yoxdur onsuz da. Yəni bunların hamısını 1 eləsək də, 0 eləsək də fərqi. Bizdən soruşur ki, eyni simvolların sayı. Bunların elə ki, 0-ın yerinə də artıq 1 olacaq da, belə deyək. Qoy pozum qəşəng yazım bir dəqiqə. Ha, burada ən böyük sözünə fikir vermədim. Yəni ən kiçik, ən böyük deməli idi. Fikir vermədim. Yaxşı, baxaq. Bax, burada deməli ən böyük 17 rəqəmli ədəd deyirsə, mən deməli 17 dənə 1 yazmalıyım da. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17. 17 rəqəmli ədəddir. Bunu 16-lıq say sisteminə çevirəndə mən 4-4 bölməliyəm də buna. 1, 2, 3, 4. Böldüm. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, böldüm. Yəqin ki 3, 4. Aha. Belə oldu da. 1, 2, 3, 4, 1, 2. Aha. Ya bu axırdakı olmur da. Deməli tək olur. Bunların hamısı eyni olur. Məsələn, deyək ki, bu da F olacaq, bu da F olacaq, bu da F olacaq, bu da F olacaq. Ona görə bunların 4 dənəsi eyni olur. Da variantına gedir. 69-da 16-lıq say sistemində verilmiş ən böyük 25 rəqəmli ədədi 8-ci say sisteminə çevirdikdə 16-lıq say sistemində ən böyük 25 rəqəmli ədəd 25 dənə F deməkdir. Yəni burada deməli 25 dənə F-dirsə, bunu 8-ci say sisteminə çevirmək üçün birinci ikiliyə çevirməliyim. Mən 25 dənə F-in içində deməli hərəsində bax məsələn deyək ki, bu hamısını yazmıram da və s. Hərəsində neçə dənə rəqəm olacaq, 1 olacaq. Hələ ikiliyə çevirəndə, məsələn, bunda 4 dənə deyək ki, bax, bunda 4 dənə, bunda 4 dənə, bax, belə gedəcək. Yəni, 4 dənə 23, 25-i birinci mən vururam 4-ə, 4 dənə 25, 25, daha doğrusu 25 dənə 4 cüt 1 var, belə deyək. 25-i 4-ə vururam. Edir 22 yadda, 8 cütdə 100 edir də, yəni. 25-i 4-ə də vuramıram. Yəni 100, sonra deməli 100 dənə də 1 var. 100 dənə 1-i 8-lik say sisteminə çevirdikdə, biz deyək ki, bax, belə yazsam, deyək, 100 dənə 1 və s. belə yazsam, mən bunları nə etməliyim? 3-3 bölməliyəm da, deyək, belə. 3-3 bölürəm ki, çevirəm 8-liyə. İndi mən 100-ü bölməliyəm 3-3. 100-ü bölürəm 3-ə. 100-ü 3-ə böləndə neçə düşür? Deməli, 3 qaldı 1, 10, 3, 33 düşür. 33 bir dənəsi də qalıq qar. 33 dənə deməli, belə deyək də, 7 düşür. 7 olacaq. 3-3 bölsəm, bax 3-3 böləndə deyək ki, baba 7, 7, belə bu tərəfdə 7, 7, belə gedəcək də. Çünki bir yerdə 3 dənə 1, 7-dir. 33 dənə belə 7 olacaq. Yəni bizə nə soruşsa neçə rəqəmli ədəd alınır? Hə, 33 dənə olacaq. Bir də qabaqda axı qalıq var, yəni 33-ə vuranda 99 edir. Bir dənəsi qaraq, bir dənə 1 qabaqdadır. Bir dənə 1, bir də deməli nədir? Elə 1-dir də normalda. 1, yanında da 7, 7, 7. Neçə dənə 7? 33 dənə 7. Demək bu da neçə eləyir? 34 dənə nədir? Ədəd eləyir 8-lik say sisteminə çevirəndə. Yəni bu böldüm, bu 25-i vurdum, 25 dənə deməli F-dir. 25 dənə vurdum 4-ə, aldım 100 dənə 1, 100 dənə 1-i 3-3 ayırdım. 33 dənəsi belə üçlük çıxdı, 33 dənəsi. Yerdə bir dənə 1 qaldı. Başda deyək ki, bu 1-i qalıb. Hamısını bölmüşəm olub, amma bir dənə bu 1 qalıb. Bu da bunun da yanına deyək ki, 2 dənə 0 artırsam, çevirsəm 1, 2, 4-ə, bu da 1 eləyir də. Yəni 1 yanında 7, 7, 7, 7, 33 dənə belə 7 olur. Bu da neçə rəqəmli ədəd deyirsə, demək 34. 33 dənə bu tərəfdir, bir dənəsində bunu gəlirəm, 34 edir. Ümid edirəm ki, başa düşdünüz. Sonra 70-də deyir, hesablamalardan hansılar 7-lik say sistemində aparılmışdı? Baxaq, 4-ün üstünə 5-in gəlib. Edib, deməli, necə 9. 9-un yerinə 0 yazıb. 9-dan 9-un çıxanda 0 olur da. 7-nin çıxanda 0 olmur ki, demək ki, bu 7-likdə deyil.
Sonra burada deməli 4-ün üstünə 5-in cəb 9, 9-dan neçəsinin çıxıb ikisi qalıb. 9-dan mən 7-sinin çıxanda 2 qalır. Demək bax bu uyğundur. Bu olar. 9-dan 7-sinin çıxanda ikisi qalır. Yəni 7 sayəsində 9 olmadığı üçün deməli 7 çıxıb 2 qalıb. Bu olur. Sonra buna da baxaq. 3-ün üstünə 5-in gələrəm, eləyir 8, amma 1 yazıbdı burada. 8-dən neçəsinin çıxanda 1 eləyir 7. Elə 7-sinin çıxanda 1 edir. Ona görə 5 də uyğun gəlir. Yəqin ki 3-5 edəcək. Məsələn 8-in üstünə 8-in 16 eləyir. 16-dan 16-sını çıxanda 0 eləyir. Ona görə bu deyil. 5-in üstünə 4-ün 9, 9-dan 9-unu çıxanda 0 edir. Bu da deyil. 9-un üstünə 8-ini 17, 17-dən 16-sını çıxanda 0. O da elə ki 16-lığa aiddir. Bu da demək qalır 3, 5. Burada baxıram ki 3, 5 həm B-də var, həm də Y-də var. Yəni ikisi də doğru variantdır. İndi bilmirəm də hansını götürübdür. Sonra buradan baxaq 71-ə. Hesablamalardan hansılar 9-luq say sistemində aparılmışdır? Yəni 4-ün üstünə 5-in gəlib 4, 9, 9-dan neçəsinin çıxanda 0, bax bu 9-luq. 9-dan 9-un çıxanda 0 edir. 4-ün üstünə 5-in 9-dur. Bax bayaqçılardır. Elə eynisidir. Hə, eynisidir. Bax bu getmişdi 7-liyə, bu deyil. Bu da getmişdi 7-liyə, bu deyil. Qalanlarına baxaq. 8-in üstə 8-in 16 edir. 16-dan 16-sını çıxanda 0 edir. Bu da 9-luq deyil. 5-in üstünə 4-ün 9, 9-dan 9-un çıxanda 0. Bu da 4 aiddir. Yəni 9-luqdur. 9-un üstünə 8-in burada 10, deməli 7 eləyir. 17-dən neçəsini çıxanda 1 qalır. 16-sını. Bu da 16-lıqdır. Demək nəymiş? 1, 4. Bu da A variantı. 72-cidə də 16-lıq say sistemində. Yəni eynisidir bunların. Sadəcə burada hansını tapmışdıq 16-lıq? Və bu deməli nə idi? 9-luq idi. Bu 7-lik idi. Bu da 7-lik. Burada deməli 16-lıq idi. Aha bax 8-in 16, 16-dan 16-sını çıxanda 0 edir. Sonra bu deməli 9-luq idi. Bu da yenə 16-lıq idi. 16, 17 edirdi. 9-un üstünə 7-ni, 17-dən də 16-sını çıxanda 1 edir. Deməli 2, 6. Bu da C variantı. 73-ə baxaq. Verilmiş bərabərliyə əsasən x və y üçün ən kiçik qiymətləri müəyyən edin. Burada baxıram ki 4 var, 5 var, 7 var, 1 var. Məsələn x-ə ən çoxu nə olar? Ən kiçiyi daha doğrusu 6 olar. Məsələn x 6 ola bilər deyirəm. 7-də burada nə ola bilər? 8, ən kiçiyi 8 ola bilər məsələn. İndi baxıram ki 6 və 8 yoxdur. İndi baxıram bura A variantına. A variantında 13 verib bunu və 71-ə də 8-lik verib. Yəni uyğunluq yoxdur. Ola bilərmi? Ola bilər. Yəni necə ola bilər? 71 13-də ola bilər. Məsələn 45 8-də hə, onu yoxlamaq lazımdır. Amma nəyə görə olmaz deyirəm? Çünki böyük bir saysda hə, ola bilər bir dəqiqə. Hə, çaşdım. Böyük və kiçik bu düzdür elə. İndi baxaq bunu yoxlayaq. 45 əgər 13-lükdədirsə, bərabər olmalıdır 71 deməli 8-liyə. İndi baxam 0 1 bunu açıram. Bir dəqiqə bu yeni səhifə açım, buradan yazaq. Daha rahat olsun deyə. Deməli baxaq 45 13-lükdədirsə bərabər olmalıdır 71 8-liyə. 45-i çevirirəm deməli 13-lükdən 10-luğa. Demək 4 vurulsun 13, 3-də 12 bir yadda. 5 52 üstə 5 o da edir 57. Bu da 57 etməlidir çevirəndə. 71 8-likdə 0 1 7-in 8-ə vuranda 56, 56-nın da üstünə 1 57. Bu elə A variantı uyğun gəlir. Elə 73-də elə A variantıdır. Misal bunları yoxlasam əgər, bir dəqiqə. Bunları yoxlasam bayaq dediyimi indi deyirəm. Bax, bayaqları onu deyirdim. Bax, bu 4-lükdür, bu da 7-likdir. Məsələn, deyək ki, bax, bu 7-lik, bu 4-lük ola bilər. Yəni, kiçik ədəd olar, böyük say sistemi, kiçik say sistemi olanda böyük olmalıdır. Amma burada tərsinədir. Yəni, qabaqda 7 olardı, hə, onu da yoxlayardım. Bunu yoxlamıram, çünki bax, kiçik say sisteminə kiçik say sistemi böyük etməlidir, böyük say sisteminə də kiçik etməlidir. C-də də yenə 8 və 13 var.
Bunu da yoxlaya bilərdik, amma niyə yoxlama? Daha doğrusu niyə olmaz? Çünki bu böyük say sistemi deyil. Kiçik say sistemində kiçikdir. Böyük say sistemində böyük. Elə olur. Tərsin olmalıdır. Kiçik say sistemində böyük, böyük say sistemində kiçik ədəd olur. Ha bunu yəni A-nın tərsidir. Bu da deyil. 6 və 7-də elə deməli deyil. Kiçik olduğu üçün 6 bu da deyil. Belə. 73-ə baxaq. Əhməd müəyyən bir kitabı 3 gün oxuyur. O birinci gün kitabın yarısını oxudu və kitabda 250 səhifə oxunmamış qaldı. İkinci gün kitabdan 72 səhifə oxudu və kitabın 156 oxunmamış səhifəsi qaldı. Əhməd üçüncü gün qalan 156 səhifəsini oxudu, ürəyim sıxıldı. Bu nə uzunluqda? Səhifəsini də oxudu. Əhməd kitabın səhifələrinin hansı say sistemində ifadə etmişdir və kitab ümumi neçə səhifədən ibarətdir? Yaxşı, baxaq ki, burada deməli 3 günə oxuyubdu. Məsələn də deyək ki, 1, 2, 3 günə oxuyubdu. O da birinci gün kitabın yarısını oxudu. Yəni neçə dənə o kitabda 250 səhifə oxuma. Hə, yarısını oxudusa, demək yarısı qalıbdı. Bax 250 kitab oxuyubsa, demək 250-si də qalıb. Demək bu neçə səhifəymiş? 500 səhifəymiş. Yarısını oxuyub 250 bura yazın. Demək kitabın ümumi həcm səhifəsi nəymiş? 500 imiş. Çünki 250-sini oxuyub 250-si qalıbsa. İkinci gün kitabdan 72 səhifə oxudu. 72 səhifə ikinci gün oxudu. Üçüncü gün isə qalan 156 səhifəsi. İndi bax, bunları cəmləyəndə baxaq görək hələ 500 verirmi? Məsələn, misalda bunu eləyə bilərmi? Yaxşı, baxaq. 250 üstünə gəlirəm 156 alt belə 72-ni də gəlim. 6, 7, 8. 8-in yerinə bax, deyək ki, 0 olmalıdır. Belə deyək. Bunu belə, yəni 8, 8. 8, 8-in yerinə 0. Yarısını deyibsə, yarısı qalsa demək 500 imiş. 8-in yerinə 0 da yazılıb. Deməli 8-lik say sistemində olduğunu bilirəm. 8-dən 8-in çıxıb 0, bir də yadda. 5-in üstünə 5-ini 10, onun üstünə 7-sini 17, bir də yadda 18. Deməli 18-dən çıxıram 8-ini, 10 qalır. Bir dənə də 10-dan çıxıram 8-ini, 2 qalır. Bir dəqiqə. 2 qalır, bir yadda. 3, bir də yadda 4. Nəysə səhvlik eləmədim ki. Ümid edirəm. Baxın bir də. Aha, 420. 420 deyək ki, burada 420-dirsə. Bir dəqiqə, bir də hesablayayım. Deməli, səhifəni təmizlədim. Burada hesablama səhv eləmişəm. Necə? Məsələn, mən burada, daha doğrusu, texniki səhv eləmişəm. Mən 256-ın üstünə 256 gəl. 250-nin üstünə 250 gəl, 500 eləmişəm. O yəni bilmirəm hansı say sistemində, amma onluq say sistemində ifadə etmişəm. Burada yarısı deyir 250-dir, yarısı. Deməli, yarısı 250-dir və digər bu ikisi deməli 250 eləyir. Da, deyək ki, 156-nın üzərinə gəlib 72 edir 250. 50 edir. Aha. Elə bu 6-nın üstünə 7 gələndə, bir dəqiqə. 6-nın üstünə 7 gəlib, daha doğrusu 2 gəlib, eləyib 8. 8-lik, amma yerinə 0 yazdım. 8-dən 8-ini çıxıb da buradan tapdım ki, 8-lik say sistemidir. Yəni, ya adı ya da D-dir deyək. 0 qalıb bir yadda. Bura deməli 5-in üstünə 7-sini gəlirəm, eləyir 12, bir də yadda 13. 13-dən 8-in çıxanda qalır 5, bir yadda. Bu 5, bir yadda. Bir burada, bir də yadda 2. Aha, deməli tapdım ki, 8-lik say sistemidir. İndi bizdən nəyi soruşur ki? Sezar istifadə etmiş kitabın ümumi cəmi neçədir? Ümumi cəmi neçədir? Deməli, 8-likdə 250 üstəgəl 250-ni 8-likdə hesablamalıyam. 0-ın üstünə 0-ın 0,
Deməli, bir dəqiqə. Yox, yox, ümumi cəmi 250-nin üstünə. Hə, yox, belə. Bir dəqiqə. Mənim beynim niyə tormozdandı? Deməli, ümumi cəmi soruşur bizdə 8-likdə. 250 üstəgəl 156 üstəgəl 72. Aha, bunu 8-lik say sistemində ümumi cəmini ya hansı say sistemində ifadə edir? Kitabın ümumi cəmi neçə səhifə demir? 8-likdə demir. 10-luqda deyir. 8-likdə deyəndə hə belə cəmləməliyik. Məsələn, deyək ki, bax 0 bunları cəmləyirik neçə eləyirsə, bunu təzədən çevirməliyik 10-luğa. Yaxşı, baxaq 6, 7, 8-dir. 8-dən 8-ini 0. 1 yadda, 5, 10, 17, bir də yadda 18. Deməli, 18-dən 8-ini çıxanda deməli, uşaqlar, burada yenə yorulmuşam artıq. Texniki yenə səhvliklər eləyirəm, adi. Deməli, 250 deyir burada. 250, onsuz da 8-likdədir. Yəni, tapdım ki, 8-likdədir. Demək, 250-ni eləsə, çünki yarısıdır kitabın. Yarısını tapsam, digər yarısını da 10-luqda tapa bilərəm. 8-likdədir 0, 1, 2. Çevirirəm 10-luğa. 2 vurulsun 800-ün kvadratı edir 64. 64-ü də 2-yə vuranda 128. Üstəgəl 5 vurulsun 800 üstü 1 edir 40. 120 isə bu da 0 edir. Onsuz da 128-in üstünə 40-ın gələndə 168 edir. 168 yarısı idi. Digər yarısı da yəni eyni olur da 168-in üstünə 168 gələndə 1 13, 2, bir də yadda 3, 336. Aha, 8-likdə demək cəmi də 336. Burada 10-luq say sistemində cəmi istəyir, yəni 8-likdə istəmirmiş. A variantı belə. Sonra yordu məni bu məsələ. Əslində sadə bir şeydir, amma niyəsə başım qarışdı. 75. Verilmiş kod cədvəlinə əsasən 2 və 8 simvollarının 16-lıq say sistemindəki kodlarının cəmini tapın. Deməli, 2 və 8 simvollarının cəmini 16 say sistemində cəmi 1 49 ilə göstərilib, 9 57 ilə. Baxıram 57 ilə 1 ilə 9 arasında 8 rəqəm var da, bir də 1-in üstünə 8-in gələndə 9 edir. Baxım görüm 8 rəqəmdirsə 1 artıq deməli. 49-un üstünə 8-in gələndə elə 57 eləyir. Demək 1 artır. Yəni 1 49-dursa, burada 2 olacaq 50 deməli. 3 olacaq 51. Bax belə. Deməli 2-nin kodu 50-dir. Burada bir də 8-i soruşur. 8-də 56 olar avtomatik olaraq. 56. İndi bizdən nəyi soruşur? 16 say sistemindəki kodlarının cəmini. 50 və 56-nı 10-luq koddur axı. 16-lığa çevirməliyik bunları. 50-ni deməli burada yazım. Daha doğrusu bu tərəfdə yazaq. Aha, bura. Aləm dədi bir-birinə. Yaxşı. 50-ni deməli keçirdirəm 16-lığa. 50-ni bölürəm 16-ya. Buradan düşür deməli 3 dəfə 48 düşür da. 48. Deməli 50-dən 48 2 qalır. 3 2, yəni 32. 16-lıq kodu. Burada neçə 8, yəni 2 oldu 16-lıq kodu 32. 16-lıq kodu. İndi baxaq 8-ə, yəni 56-ya. 56-nı bölürəm 16-ya. Buradan düşdü. 2, 4, çox eləyir də 3 dəfə düşür. 48. Buradan qalır. Neçə? Deməli 8. Hə? Aha, 8. Bu deyilir 38. 38 16-lıqda. Bu da 38. Aha. İndi burada cəmini soruşur bizdən.
32'nin üstünə 38 gəlirəm. 38. 2-nin üstünə 8-ini 10 edir. 10 da 16-lıq say sistemində A kimi göstərilir. A. 3-ün üstünə 3-ünü elə 6-dır. 6 da yazıram. 6A. Bu da C variantı. Sonra 76'ya baxaq. Verilmiş kod cədvəlinə əsasən 3 və n simvollarının 16-lıq say sistemindəki kodlarının cəmini tapın. Aha, 3'ü tapaq. Deməli, elə bayaqçı kimidir. 2 50'dir, 3 də 51'dir. 51. 3 51'dir. N də balaca n. Demək, burada baxaq. A, B. Deməli, böyük A-dan kiçik A-ya baxaq görək nə qədər məsafə. 67, 97. 97-dən 67'sini çıxsam, daha doğrusu 65'i çıxsam, beyin gedib. 97'dən 65'i. Aha. 2, 3, 32. Deməli, 32. Burada deməli 32 addımdan sonra da, yəni 65'in üstünə 32'nin gələndə 97. Yəni 32 addımdan sonra kiçiyi gəlir. N'in də elədi ona görə. 78'in üstünə 32'sinin gələndə 78, yəni bu 78'in isə demək 32 addım aralıda kiçik n yerləşir. Necə A 32 addım aralıda kiçik A yerləşir, N də 32 addım aralıda yerləşəcək və onun qiymətini, yəni 78'in üstünə 32'sini gəlirik. O da edir neçə? 100, 110. Bu da eləyir 110. Aha. İndi bizdən nəyi soruşur? Onluq kodlarıdır bunlar. Bu N'in, deyək ki, bu 3'ündür. Bu da N'in. N'in də 110'dur. Aha. Baxıram indi bunların 16'lıq kodların, 16'lıq say sistemi kodların cəminə. Yenə bayaqçı kimi hesablayıram. 110 üstəgəl 51. 0'ın üstünə 1'in 1, 1'in üstünə 5'in 6, bu da 1, 161. Yəni 16'lıqda bu rəqəmlər hamısı var. Ona görə heç bir dəyişiklik olmadı. 161 oldu. Bu da deməli bir dəqiqə 110 üstünə 51'ini 1, 6, 1, 161. Yenə nədə səhv eləmişəm, bir də baxın. Üzürlü sayım, yenə yoruldum. Burada deməli 10'lukda hesabladım mən 161. Hə da 161'i sonra da elə neyə bilərəm? Elə çevirə bilərəm 16'lığa. 100 ayda promoy da çevirə bilərəm. Yəni bir də promoy da çevirə bilərəm. 161'i çevirirəm 16'lığa. Yəni 161 onsuz da 10'lukdaydı. 16'ya deməli 10 dəfə düşdü. 161 qalır. 10 da nədir? A'dır. A'da onun yerinə A yazırıq və dalınca da 1 yazırıq. A1. 77'ye baxaq. Onluq say sistemində verilmiş 4 üstü 35 ədədinin 16'lıq say sistemində təsviri neçədir? Yazaq, yeni səhifə açım. Buradan aha, yaxşı. Demək 4 üstü 35. Bunu 2 üstü formasına gətirsəm 2 üstü 2 üstü 35. 2 üstü neçə eləyir? Bir yadda 2, 6, bir də 2 üstü 70. İndi mən bunu 16 say sistemində göstərmək üçün 4 əsasına, 4 üstü neçə? Daha doğrusu 2 üstü 4 əsasına gətirim. 4 üstü. 4 üstü 2 əsasına gətirim. 4 üstü 2. Aha. 4'ün kvadratı 16 eləyir. 4'ün üstü 2. 2'ni neçəyə vuranda 70 eləyir. Elə 35'ə. Aha. 35'ə. Yenə nədə səhv edirəm mən?
Ha da yenə bax, yenə səhv uşaqlar üzrü sayın. Mən bu gün biraz yorğunçuluqdur. Bərk yorulmuşam, ona görə səhvliklər eləyə bilirəm. Bunu deməli 2 üstü 4 kimi yazacaqdım. Aha, 2 üstü 4. Çarşıb 4 üstü 2 yazıram. 2 üstü 4. 4'ü neçəyə vuranda 70 edər? Deməli 4'ü 10 neçə olur? 4'ü neçəyə? Burada deməli 7-ni 70-i 4-ə bölüb də tapa bilərəm. Belə tapamayanda 70-i 4-ə böləndə deməli düşür neçə? Deməli 70-i 4-ə belə çubuqlu bölək. 70-i 4-ə bir dəfə 4 3 0 30-u 4-ə 7 dəfə 28 2. Aha, 17 düşür. Deməli 2 qalıq qalır. Aha, buradan deməli burada deməli 17-ni yazıram bura. Bu qalıq 2 var ha. Onda əlavə olaraq 2-nin üzərində yazıram. 2-nin üzərində. Aha, düzdür. Deməli buradan bunu silim. Uşaqlar, niyə 70-i 4-ə böldüm? Çünki 74'ü neçəyə vuranda 70 və yaxud da 70-ə yaxın bir ədəd edir. Onu tapmaq üçün. Deməli, buradan vurdum deməli 4'ü 17'yə. Sonra vururam 2 üstü 2'ə. Yəni hamısı bir yerdə cəmləyəndə 2 üstü 70 edir. 2 üstü 2 neçə eləyir? 4 eləyir. 4. 2 üstü 4 də 16 eləyir. Vuraq 16 üstü neçə? 17. 16 üstü 17. Aha. Vəssalam da bu demək 4 ilə başlayan 16'lıq bir ədəddir və neçə dənə sıfırı var yanında? 17 dənə sıfırı var. Yəni 4 yanında 17 dənə sıfır belə gedir. Bizdən nəyi soruşur? Şimdi təsvirində neçə rəqəmlə başladıq? Hə, neçə rəqəmlə başlayır? Elə 4 ilə başlayır. Ümid edirəm ki, anladınız. Yəni anlamayan dərsdə də izah edəcəm yenə. Sonra 78. 80'ə qədər izah eləsəm bəsdir məncə, çünki yoruldum. 78. 78'də 16 say sistemində ədəddir, 10'luq say sistemində soruşur. Hesaplamanın nəticəsini, ona görə bunu biz çevirməliyik 10'luğa. Buradan 0 1 yazsam 16 1 vur 16 üstü 1 edir. Elə bura yazıram 16 üstə gəl. A da 10'dur. 10 gəlirəm eləyir neçə? 26. Bu oldu 26 ədədi. 25'i də çevirsəm 2 vurursun 16 üstü 1 edir 32 üstə gəl 5 vurursun 6 0 5. Bu da edir 37. Değil mi? Bu 37'dir. Bunu da yine çevirsəm 1 vurursun 6 üstü 1 16 üstə gəl 8 vurursun 16 üstü 0 bu da 8 edir. Yəni 16 üstə gəl 8 bu da edir neçə? 20 4. Bu da edir 24. Ona cəmliyək 26, 24, 40, 50, 87. Bu da edir 87 D variantı. 79'a baxırıq. 79'da verilmiş kod cədvəlinə əsasən 3 və n simvollarının 8'lik say sistemindəki kodlarının cəmini tapın. 1 31'dir, 2 9'da 39'dur. Baxıram ki, yəni hərəsi 1 artıb gedib. Yəni 2 32, 3 də 33'dür. Yəni 3 33'dür. 16'lıq kodu ha. Bizdən də 8'liyə çevirməli deyil. Və kiçik yeni soruşur. Böyük ayla kiçik ayın arasında 20 fərqi var. Bax 41, 61, 20 addım fərq var. Ona görə bu 4e'nin də üstünə 20 gəlsəm hansı eləyir? Hansı rəqəm eləyir? Onu da çevir. O da 16'lıqda. Deyək ki, bax 4e'dir. Üstünə gəlirəm 20'ni. 20 addım irəliləyirəm.
E'nin üstünə 0-ın elə E, 4-ün üstünə üçün 6, 6 E eləyir. Yəni böyük E'ninki 4-dir, kiçik E'ninki 6 E'dir. İndi bu da kiçik E'ninki, E'nin qiyməti. Bu da 3-ün. Belə. İndi mən bunları 8 seçmə kodlarının cəmini 8-liyə çevirib və yaxud da toplayıb sonra 8-liyə çevirmək olar. Elə 16-lıqda. Yəni 16-lıqda elə çevirək. 6 E-nin üstünə 33-ün gəlim. E neçədir? 14-dür. 14-ün üstünə 3-ün gəlirəm, eləyir 17. 17 16-dan böyükdür. Axı 17-dən çıxıram 16-sını. Qalır 1-i, bir də yadda. Bura düşür 1, bir də yadda. Sonra 6'nın üstüne 3'ün gəlir 9. Bir de yaddaydı 10. 10 da 16 say sistemində A kimi görsənirdi. Bunların cəmi oldu A1. Aha, cəmi oldu A1. Mən bunu da yenə 8-liyə çevirməliyəm A1-i. A1 bura yazıram. A1 16-lıqda. Bu ikisinin cəmi. Bunu 8-liyə çevirməkdən yana 8, 4, 2, 1. A neçədir? 10'dur. 1, burada 1, qalan 0. Bir də 0, 0, 0, 1. Bunları birləşdirirəm. 1, 0, 1, 0, 0, 0, 0, 1. Yaxşı, bunu 8-liyə 3 ayırıram. 3, 3. Bu olur 1, bu olur 4, bu da olur 2. Aha, yəqin ki, bunları indiyə kimi bilməli olarsınız. 1, 2, 4 yazıram. Ona görə 1 oldu. 1, 2, 4 yazıram. Ona görə 4 oldu. 1, 2 yazıram. Burada da ona görə 2 oldu. 241. Bu da 8'lik simvolunun rəqəmi. Yaxşı. 80-də də deyir. 80-də də izah edeyim artıq bəsdir. Verilmiş kod cədvəlinə əsasən 7 və 5 simvollarının 16-lıq say sistemindəki kodlarının cəmini tapın. Deməli, 7 və B. 1 49'dur. 49, 9-da 57'dir. Yenə 1 artıbdır. Baxıram 7-yə. Deməli, 52'dir. 50. 51, 52, 53, 54, 55. Demək 7, 55'dir. 55. 7-ni 55 ilə göstəriblər. Burada nə? B, kiçik B soruşur. Demək, burada da böyük A ilə kiçik, daha doğrusu böyük N ilə kiçik N-in arasındakı məsafəni tapsaq, biləcəm ki, böyük B ilə kiçik B-in arasındakı məsafə eynidir. Daha doğrusu bir dəqiqə, böyük B yoxdur. Aha. B. Dəqiqə, burada B yoxdur. Aha, burada B-ni tapmaq üçün A-dan sonra B-in, A-dan sonra B gəlir axı normalda hərfdə. Aha. Bu 65-dirsə, demək ki, B də 66-dır. Demək, bununla da bunun arasındakı məsafəni tapandan sonra bu 66-nın üzərinə həmin o məsafəni gələcəm. 110-dan 78-ini çıxıram. Aha. Qalır deməli 2, 3. 32. Demək 32 deyil. Demək olar ki, bunda da 32 olur da, yəni məsafə. 32, buradan bura 32-dir. Demək B-dən də kiçik B-yə, deyək ki, burada kiçik B var. 32 məsafədədir. 66-nın da üstünə gəlirəm. 32-sini. O da demək neçə eləyir? 98. 98 nə kodudur? 10'luq kodudur. Bu 755 idi. Deməli, B-də, kiçik B-də 98. Bizdən 16'lıq kodunu soruşur. 16'lıq kodunu da bunları cəmləyib sonra 16'lığa çevirə bilərik. 55'in üstünə 98 gəlim. 55, üstə gəl 98. Deməli, 13, bir yadda, 14, 15, 153. 153 10'luqdadır. İndi biz onu 16'lığa çevirməliyik. 153-ü 16'lığa çevirərkən, deməli, nə edirəm? Bölürəm. Nəyə? 16'ya. 10'luqdan 16'ya çevirməkdən yana bölürəm 16'ya. Belə 153 bölürəm 16'ya. Burada deməli, nə düşür? Aha. 9 dəfə düşsə, 9 dəfə 6'nı 54. 5 yadda 9 dəfə 1'ini ilə 9 eləyir. Bir dəqiqə 9 dəfə 6'nı 54. 1 yadda 9 dəfə 1'ini 9.
5 də yadda 14. Bu elə eləyir. Deməli 3-dən 13-dən 4-ünü 9. Aha, burada qaldı 9. Deməli 99 harda vəssalam. 99. Cavab Y variantı. 99. Burada nə qaldı? Bir dəqiqə. Çoxdur hələ. Çoxdur, ona görə də qalsın. Bundan sonra da digər tərəfi izah edərəm. Qalanını izah edərəm. Belə. Bu qədər.